Salam, hər vaxtınız xeyir. Mən bu dərsdə fundamental analiz haqqında ətraflı məlumat vermək istəyirəm. Bildiyiniz kimi trade-də təkcə texniki analiz, paternlər, strategiyalar, setaplar, metaplar, oradan gir, buradan çıx söhbətlərindən əlavə fundamental bilginiz də olması məcburdur, şərtdir. Çünki siz texniki analizi bilməyiniz qiymətin ancaq siz düşündüyünüz kimi, sizin analiziniz kimi hərəkət eləməyi mənasını kəsb eləmir. Ümumiyyətlə son vəziyyətlərdə, son dünyada olan yəni baş verən hadisələri də göz önündə bulunduraraqdan rahatlıqla deyə bilərəm ki, son zamanlar ümumiyyətlə texniki analiz demək olar ki, işləməyəcək səviyyədədir. Çünki bu dəqiqə bazar çox manipulyasiya eləyir. Bazarı daha doğrusu manipulyasiya elətdirən adamlar var ki, bu altında yatan müəyyən səbəblər var ki, qızılın qiymətinin bu şəkildə qalxması və yaxud da bu şəkildə elə eyni ərəfədə düşməsi hamısı manipulyasiyadır. Tək yəni məsələ burada traderlər deyil, burada ümumi dünya məsələlərdir ki, altında yatan səbəblər nədir? Bunu da internetdə araşdırıb maraqlanıb tapa bilərsiniz. Hər kəsin bir fərziyyəsi var, hər kəsin bir fikri var. Biz belə momentlərdən necə qurtula bilərik, balansımızı qoruya bilərik? İlk növbətdə əlbəttə ki, stop lossla və təcrübəviz olmayan bir hərəkətlərlə qarşı-qarşıyasınızsa bazarda ara verməklə. Yəni siz dayanmalısınız. Əgər bir dəqiqəlik şamlar 10 dollar, 20 dollar hərəkət edirsə və siz indiyənə kimi bunu görməmisinizsə, burada iki çıxış yolu var. Ya siz lotunuzu salmalısınız aşağı, ya da ümumiyyətlə bazardan çıxmalısınız. Bunun da altında yatan səbəb fundamental analizə dayanır. Yəni fundamental analiz nə deməkdir? Texniki analizdən əlavə dünyada baş verən xəbərlərin borsaya, qrafikə, bazara təsir eləmə gücü. Yəni ki, deyək ki, gecə vaxtı xəbəriniz yoxdur, İsrail gedib Qətəri bombalayıb, misal üçün, yuxudan durmusunuz və yaxud da gecə vaxtı baxırsınız ki, bazar dağılıb. Səhər durmusunuz, görmüsünüz ki, aləm dəyib bir-birinə. Açıq əməliyyatınız olub gecə, bazar alt-üst olub bütün. Və yaxud da ki, günorta vaxtıdır, siz trade edirsiniz, açıq əməliyyatınız var, Trump'ın çıxışı var, sizin xəbəriniz yoxdur ki, Trump çıxış eləyəcək. Çıxır, nələrsə danışır, nələrsə haqqında məlumat verir, xoş olan və yaxud olmayan bu bazara birbaşa təsir edir və sizin əməliyyatınız ya anidən qazancı keçir və yaxud anidən qiymət əksinə gedir, sizi stop eləyir. Bu hallar dayanır fundamental analizə. Fundamental analizi əvvəlcədən də biz bilə bilərik. Həftəlik, həftənin hansı günlərində kimi xəbərlər olacaq, əvvəlcədən hansı saat aralığında əməliyyata girə bilərik, girə bilmərik, bunları əvvəlcədən təyin eləyə bilərik. Lakin bəzi anlarda bizim də xəbərimiz olmadan bir çıxışlar, müəyyən xəbərlər olur ki, artıq onu yəni anında xəbərdar ola bilmirik və qiymət anidən hərəkət eləyir. Bu da baş verə biləcək haldır. Hər bir halda biz stopumuzu qoymalıyıq. İlk növbədə fundamental analizin başlanğıc, yəni sıfır nöqtəsi müəyyən saytlar ki var. Hər gün siz yuxudan duranda xəbərlərə baxmalısınız. Xəbərlərdən xəbəriniz olmalıdır ki, bu günləri nə baş verir mənim işlədiyim pairdə. Deyək ki, qızılda ticarət edirsə, bu dollarla qarşılıqlı olduğuna görə dollara aid olan xəbərlər hamısı qızıla da aiddir. Yəni dolların müsbət xəbərləri qızıla mənfi təsir eləyir, dolların mənfi xəbərləri qızıla müsbət təsir eləyir. Bir-birindən tərs mütənasibdir qızılla dollar. Və yaxud da ki, başqa bir qrafikdə ticarət eləyirsinizsə, həmçinin həmin qrafikdə olan pairinizin xəbərlərinə baxmağınız şərtdir. Əgər funt sterlinqdə ticarət edirsinizsə, İngiltərə xəbərlərinə baxmalısınız. Misal üçün, Kanada dolları ilə ticarət edirsinizsə, Kanada xəbərlərinə baxmalısınız. Mən ancaq qızılda ticarət elədiyimə görə ancaq Amerika xəbərlərini izləyirəm. Amerika ilə bağlı da məlumat vermək istəyirəm ki, Amerikada ayda hər həftə, misal üçün, əvvəllər shutdowndan qabaq həftəlik müəyyən xəbərlər ki var idi, həftənin hansısa günləri, onlar açıqlanırdı. Mən də onlar haqqında məlumat verəcəm. Ümumiyyətlə, son bir aydır ki, yəni oktyabrın 1-dən Amerikada shutdown hökm sürür. Yəni, shutdown nə deməkdir? Bu ilk dəfə idi, yəni mən belə bir şey görürdüm ki, hökumət iqtisadi böhranın qarşısını almaq üçün yəni tək böhranın deyil də orada da başqa bir söhbətlər var idi. Hökumət yəni bağlanır. Yəni bağlanır nə deməkdir? İşçi qrupları, işçilər, bütün qurumlar, idarələr öz hesabına məzuniyyətə göndərilir işçilər. Yəni Amerika elə bil ki, pauza verib də özünə ki, güya büdcədə qənaət eləsin deyə. Əlbəttə ki, bu da məntiqli bir şeydir. Söhbət bu deyil. Orada da altında yatan başqa məsələlər də var. Amma shutdownun olması birbaşa bazara, borsaya çox pis təsir eləyib. Yəni heç nə normal hərəkət eləmir.
Yəni bu da həmçinin fundamental, yəni məlumatlara dayanır ki, siz bu barədə məlumatınız olmasınız, bilməzsiniz ki, bazar niyə görə bu gündədir və yaxud niyə qızıl birdən-birə qalxır və yaxud birdən-birə düşür. İlk növbədə başlamaq istəyirəm. Xəbərlərə harda baxa bilərsiniz? Xəbərlərə gördüyünüz kimi bu forexfactory.com var. Buradan girib baxa bilərsiniz. Sayta girəndə burada görürsüz today. Bugün bazar gündür, heç bir xəbər yoxdur. Sabahları deməli bu hansı saatın olduğunu girib nastroykada baxa bilərsiniz. Buradan məsələn nastroykada deməli bu qırmızı xəbərin gücünü göstərir. 3 ulduz mənasında kəsb eləyir. Qırmızı daha ciddi xəbər deməkdir. Oranjovu orta dərəcədə ciddi, sarı elə də ciddi olmayan, boz ümumiyyətlə lazımsız xəbər deməkdir. Burada sağ tərəfdən hansı sizə deməli maraqlıdırsa ölkələrin xəbəri, buradan onu seçirsiniz. Mənə USD maraqlıdır, USD-ni seçmişəm. Apply eləyirsiniz. Burada sizin öz zamanınıza uyğun göstərir ki, sizin saatınızla deməli nə xəbərlər olacaq. Noyabrın 3-ü görsənir ki, saat 7-də PMI olmalıdır, amma bu elə də ciddi görsənir, amma PMI sabah deyil. Mən bilən 3-cü gün olmalıdır. 3-cü gündə düşür ayın məsəl üçün 5-inə. Əsas PMI budur. Yəni 3-cü gün olacaq. PMI nə deməkdir? Hər bir deməli xəbərin öz mənası var və Amerikada aylıq müəyyən xəbərlər var ki, misal üçün hər həftənin 4-cü günü işsizlik başvurularından ümumiyyətlə işsizlik başvuruları xəbəri var. Nə deməkdir o? Yəni həmin həftə ərzində işsizlikdən neçə nəfər adam müraciət eləyib, yəni Amerikada vəziyyət nə dərəcədə gərgindir, cəmaət acından ölür, iş yoxdur və Amerika bunlara pul ödəyir, yoxsa ödəmir, bunun atçotu gedir və o açıqlanan rəqəmlərə görə də Amerikanın iqtisadi durumunu az da olsa məlumatımız olur ki, vəziyyət nə yerdədir və ona əsasən də çıxan nəticələr qızıla birbaşa təsir edir və yaxud da başqa xəbərə. Bu indi mən sizə onu göstərəcəm, o hansı xəbərdir. Əlavə olaraq Forex Factory-dən əlavə Investing.com da var. Bu daha rahat saytdır. Yəni bəzi xəbərlər olur, burada 3 ulduz olur, Forex Factory-də 2 ulduz olur. Yəni siz hər ikisinə baxıb ortaq bir məxrəcə gələ bilərsiniz ki, nəyə görə hansını əsas götürməlisiniz, yəni. Deməli, burada dili dəyişin, türk dilində eləyin. Yuxarıda ekonomik təqvim var. Buna girirsiniz. Ekonomik təqvimdən öz saatınızı seçirsiniz. Üstə gəl 4 Azərbaycan saatıdır. Misal üçün sabahları burada onu deyim ki, bu xəbərlər bir aydır ki, yoxdur. Shutdown olduğuna görə Amerikada müəyyən ki, xəbərlər var, aylıq, həftəlik olması lazım olan xəbərlər. Bir aydır xəbərlər olmur. Amma bundan qabaqki aylarda hər həftənin müəyyən günləri ki var, müəyyən xəbərlər yayımlanır. İndi misal üçün görsənir ki, sabahları filan saatda filan xəbər olacaq. Amma bir aydır ki, onlar sadəcə görsənir və xəbər vaxtı çatanda ləğv edilir. Çünki dediyim kimi Amerikada shutdown olduğuna görə qurumlar, idarələr bağlıdır. Bu atçotu verən qurumlar da bağlıdır. Ona görə bir aydır ki, pauza var Amerikada. Yəni nə xəbərlər olur, nə idarələr açıqdır, nə işçilər işə gəlir. Belə quraqlıq kimi bir vəziyyətdir Amerikada hal-hazırda. Amma mən yenə də məlumat verim. Deməli, bu önəmli xəbərlər nə deməkdir? Bu Investing.com-da xəbərin 3 ulduz olması, yəni çox güclü xəbər deməkdir. Xəbərə biz baxanda bu qabağında öncəki və bəklənti və açıqlananı görürük. Öncəki nə deməkdir? Yəni keçən ay ən son haçan bu deyək ki, bu PMI ilə bağlı açıqlama verilibsə, nə çıxıbsa, o qeyd olunur. Yəni keçən ay məsəl üçün 52,2 olub. Bu ay üçün bəklənti nədir? Deyək ki, 52,2. Bu o deməkdir ki, bir dəyişiklik yoxdur deməkdir. Bu dəyişikliyin olmaması ki, adətən belə olmayacaq, böyük ehtimal fərqli bir nəticə çıxacaq əgər olsa o da. Bu nə deməkdir? Əgər bilmədiyiniz xəbərdirsə, girib xəbərin içindən də baxa bilərsiniz ki, bu nə xəbərdir və bunun nəticəsi nə deməkdir. Hər bir halda bəkləntidən aşağı çıxması, yəni dollar üçün zərərli bir nəticədir. Yəni ki, düşünülür ki, belə olacaq, amma düşünülən kimi olmur, daha zəif çıxır və bu dollar üçün mənfi bir xəbərdir. Dollar üçün mənfi olan xəbər də qızıl üçün müsbət sayılır. Yəni belə götürsək loru dildə, xəbər əgər qırmızı çıxarsa, dollar üçün mənfi deməkdir, bu qızıl üçün müsbət deməkdir. Xəbər yaşıl çıxarsa, bu dollar üçün güclü bir xəbərdir, yaxşı bir xəbərdir. Bu qızılın qiymətinin düşməsinə səbəb ola biləcək bir mənanı kəsb eləyir. Dediyim kimi, Amerikanın ilk ayının ilk həftəsinin 5-ci günləri NFP deyilən bir xəbər var. Non-farm index nə idi? Qoy baxaq. Yadımdan çıxdı. Non-farm payrolls, üzr istəyirəm. Non-farm payrolls NFP oxunur. Bu nə deməkdir? Bu alım yox, üzr istəyirəm.
Da belə sizin üçün detaylı oxuyum ki, düz olsun. Deməli, türk dilində tarım dışı gedir. Bu elə bil ki, kənd təsərrüfatı ilə deyəsən ilgili bir şeylər olmalıdır. Yəni aylıq atçotdur da ki, vəziyyət təsərrüfatda nə dərəcədədir? Yəni çalışanlar olsun, üretim olsun, tüketim olsun. Bundan əlavə NFP-dən əlavə də CPI və PMI də var. Onlar da elə yəni istehlakçı ilə salçının arasındakı fərqi göstərir. Yəni alıcı gücü nə dərəcədə güclüdür Amerikada və yaxud satıcı gücü nə dərəcədə güclüdür, qiymətlərdə nə dərəcədə oynama var və s. kimi yəni bir çox məna kəsb edən xəbərlər var. Yəni bunların arıcıllıqla vacibliyi belədir. NFP hər ayın 5-ci günləri olan, yəni ilk həftənin 5-ci günü olan NFP ən güclü xəbər sayılır. Ondan sonra CPI, PMI və ortalama olaraq Fedin də faiz qərarı var. O da 4 aydan bir olur. CPI-nin xəbərləri Fedin faiz qərarı ilə əlaqəlidir. Əgər CPI-də təqribi nə çıxsa, o birbaşa Fedin faiz qərarına təsir edir. Yəni ki, iqtisadiyyat get-gedə pisləşirsə, Fed məcburdur faizləri aşağı salsın və artıq CPI nəticələrindən bilmək olur ki, Fed faizi aşağı salacaq yoxsa salmayacaq. Bir beklenti içinə girir Amerikalılar, ümumiyyətlə bütün dünya və o beklenti də bu saytda yazılır. Yəni ki, Fedin deyək ki, qərarı 0,25% aşağı salınacaq. Artıq o bilinirsə, burada yazılır ki, misal üçün 0,25 salınacaq. O dollar üçün mənfi xəbər sayılır, qızıl qalxacaq deməkdir. Halbuki misal üçün 3-cü gün elə olmadı. Bütün dünya bilirdi ki, Fed faiz qərarını salacaq. Fed faiz qərarını doğrudan da saldı, amma bazarda konkret hərəkətlilik olmadı. Hətta demək olar tərpəniş olmadı və bir çox adamı stop elədilər həmin xəbər vaxtı. Mənim məsləhətim odur ki, fundamental analizi biləndən sonra, gündəlik xəbərlərin hansı tarixdə olduğunu biləndən sonra ümumiyyətlə xəbər vaxtı ticarət eləməyəsiniz. Çünki xəbər vaxtı edilən ticarətdə bazarda böyük həcm olur. Normalda deməli şamların hərəkəti, yəni qiyməti 3-5 dollar arası dəyişirsə, xəbər vaxtı bu qalxır 15-25 arası oynayır. Yəni sizin riskinizi idarə etməmiz həmin anda itə bilər. Çünki sizin nəzərinizdə olmayacaq bir mənfi müsbətlə qarşılaşa bilərsiniz. Çünki anidən hərəkət edir bazar. Deməli, dediyim kimi NFP-dir, CPI-dir, PMI-dir, bütün bunları haqqında bu saytlardan məlumat ala bilərsiniz. Forex Factory baxırsınız və yaxud da ki, bura baxırsınız. Deyək ki, sabahlar nə xəbər var? Bu xəbər var. Saat 18:45-də. Mən deməli, sabahları saat 7-yə qalmış olmaz ticarət eləyim. Gözləyim bunun nəticəsində çıxır, ondan sonra eləyərəm. Yəni ki, fundamental analiz bu deməkdir. Hər gününüz Amerikada açıqlanacaq xəbərləri izləməklə keçməlidir. Əgər xəbərlərdən məlumatınız yoxdursa, ticarət eləməyiniz çox absurd bir hərəkətdir. Çünki xəbər vaxtı, xəbəriniz olmaz ki, misal üçün saat 7-də bir xəbər var, sizin də açıq əməliyyatınız var, riski qiymət 50 dollar hərəkət eləyər, qalarsınız belə ki, bu niyə belə elədi? Sonra da başlayacaqsınız özünüzdən şübhələnməyə ki, mən trade eləyə bilmirəm, niyə açdığım əməliyyat belə tərsinə getdi? Çünki xəbəriniz yoxdur ki, arxa fonda xəbərlər var. Arxa fonda deyək ki, Fed danışır, Powell danışır, Fedin sədri və yaxud da ki, Trumpın bir danışığı var və yaxud da ki, Trump gedir, deyək Çinlə gedir görüşə. Xəbərimiz var ki, sabah görüşü gedəcək. Deməli, sabah bazarda oynaqlıq olacaq, ehtiyatlı olun, gözləyin, geçsin Çinə, danışsın, bir nəticəyə gəlsin, həmin nəticə paylaşılsın, ondan sonra ticarət edin. Çünki sizin xəbəriniz olmaz, bu haçan oyundan danışdı, nə danışdı. Bir xəbər çıxar, siz o saniyə xəbəriniz olmayacaq axı. Deyər ki, Çinlə razılaşa bilmədik, bundan sonra gömürləri 200% qaldırıram, bütün bazar alt-üstü olacaq, yəni siz də qalacaqsınız belə ki, niyə elə oldu? Mən axı, yəni niyə durduq elə qrafik belə hərəkət eləməlidir. Çünki onun altında yatan səbəblər olur. Həmin altında yatan səbəblərə isə fundamental səbəblər deyilir və siz də fundamental səbəblərdən xəbərdar olmalısınız. Ona görə də bu saytları hər gün izləyin. Hər gün həmin gün nə saatda nə xəbər olacaq, xəbəriniz olsun ki, qrafikdə sonra ani hərəkətlənmələr sizi rahatsız eləməsin. Bundan əlavə bu həftəliyə görə nə var? Misal üçün bu birinci günündür, sabahındır. İkinci gün nə var? İkinci gün güclü bir xəbər yoxdur. Var əslində bir dənə iş imkanları personel dəyişim oranı bilməmiş nədir bu. Əgər bu arada bilmədiyiniz xəbər üstünə basırsınız, həmin xəbər barəsində ətraflı məlumat yazılır ki, bu xəbər nəyi təmsil eləyir, xəbərin necə çıxması, necə olacaq, tahminlərin üzərində gələn bir dəyər genişlik pozitiv. Yəni ki, əgər nəticə bekləntidən yüksək gələrsə, bu dollar üçün müsbət bir hərəkətlənmədir.
düşük bir dəyər gələrsə bu neqativdir. Yəni ki, bu dollara ziyan olan bir xəbərdir. Bu da sizin birbaşa ticarət eləyəcəyiniz pairlə əlaqələndirilir. Yəni dollar dəyərlənəndə qızıl düşür, dollar dəyər itirəndə qızıl qalxır və yaxud da ki, başqa bir pairdə də həmçinin o cür minvalla davam eləyir. Fundamental analizlə bağlı deyəcəklərim bu qədərdir. Səhifələr investing.com-dur, Forex Factory-dir. Buradan girib təqvimdən baxa bilərsiniz, xəbərləri izləmək məcburiyyətindəsiz. Hansı həftənin hansı günləri nə xəbərlər var və s. Əvvəlcədən xəbəriniz olsun, budinq qoyun və hər gün izləyin. Tək bu həftə misal üçün baxdım, hə bilirəm 5-ci gün belə olacaq, 6-cı gün belə olacaq, 3-cü gün belə olacaq deyil. Çünki bir də görürsüz xəbərlər ləğv edilir və yaxud da ki, yeni xəbərlər gəlir. Hətta xəbərin vaxtı dəyişir. Təyin olunub ki, misal üçün saat 4-də xəbər olacaq. Dəyişirlər xəbərin vaxtını, yarım saat qabağa çəkirlər və yaxud yarım saat sonraya çəkirlər. Yəni həmişə izləyin xəbərləri. Xəbərlərdən xəbəriniz olsun ki, sonra qrafikdəki oynaqlıqlar sizi mənfi eləməsin. Danışacaqlarım bu qədər idi. Sağ olun. Ümid edirəm aydın oldu. Aydın olmazsa suallarınızı yazın, cavab verim.